Selamun Aleyküm əziz dostlar. Demək eBaydan 5 ədəd cipin təkər boltlarını sifariş vermişəm. Artısı 7 dollara. Yol pulu ilə bir yerdə opşum 10 dollara. Yazılıb gömrükdə saxlanıldı. Düzdür, postkargo çox pis işləyir. Postkargoda bundan maraqlana bilərdi, amma postkargo cavab vermədi. Axır ora-bura yığdım. Araşdırmaq üçün mən o 10 dollarlıq mala görə Sumqayıtdan Bakıya aeroporta getməliyəm. Orada araşdırıb təzədən Sumqayıta qayıtmalıyam. Ay Nazirlər Kabineti, ay gömrük şöbəsidir, nə bilim qurumudur, nədir. Bunu kim fikirləşib, bunu nə fikirləşmişsiniz? Mən qayda ilə, qanunla neçə vaxtı bunu xırda-xırda şeylər yetizdirirəm də maşına. Bunların hamısını düz eləmişəm. Şəklini də qoymuşam, bəyanı da düz eləmişəm. O sənin problemindir. Mən bilirəm ki, mən ora bir 50 manat xərc çəkib gəlib gəlməliyəm. İşte gəl mənə deyəcəksən, burada saxlanmağına görə də bu boyda pul ver. Başıma gəlib bir dəfə. Bunu kim fikirləşib, niyə fikirləşib? Sənə bolt lazımdır, adam kimi mənə 4 dənə bolt alım, gətirim verim sənə. Mənim malımı niyə saxlayırsan gömrükdə? Nə maldır ki, o 10 dollar ümumi qiyməti var onun? Sağ olun.